Salam əziz şagirdlər, bu dərsimizdə biz mövzu sınaq 38-in suallarını izah edəcəyik inşallah. Diqqətlə qulaq asaq, başlayaq. Deməli, birinci sualdan uyğunluq pozulmuşdu. Deməli, 20-ci əsrin əvvəllərində Azərbaycan azadlığı üçün mübarizə aparan ziyalılarımızdan idi Nəcəf bəy Yusufbəyli. Orada pozulmayıb. 20-ci əsrin 10-cu illərində Çıxat Cümhuriyyətinin paytaxtı olmuşdu Bakı şəhəri, bəli. 1918-ci ildə Bakı şəhərinin düşmənlərdən təmizlədi. Türk qoşunu və Azərbaycan könüllərinin birləşmiş dəstələri. Burada da pozulmayıb. Rusiyada Çar hakimiyyət devridir. Birinci Dünya müharibəsi ərəfəsində. Bəli, ərəfiyə görə bu cümlə səhvdir və burada uyğunluq pozulub. Deməli, Rusiyada Çar hökuməti devrilib 1917-ci ildə. Birinci Dünya müharibəsi isə başlayıb 1914-cü ildə. Ərəf o deməkdir ki, Çar hakimiyyəti 1914-cü ildən əvvəl, yəni ərəfəsində biraz əvvəl deməkdir, yaranıb, devrilib, daha doğrusu əlbəttə ki, yox. Nə görürük? Devrilmə, müharibə başlayandan sonra olub, əvvəl olmayıb. Ona görə də burada uyğunluq pozulub, yerdə də uyğunluq pozulmayıb. Çünki İstiqlal bəyannaməsi Tiflis şəhərində qəbul edilib. Davam edirik. İkinci sual, Tunc dövründə deməli, kanal vaxtlardan istifadə edilirdi. Cavab D. Deməli, digər cavablar, bunlar hamısı daş dövrünə aiddir. Üçüncü sual, aşağıdakılar aiddir. Erməni işğalına qarşı mübarizə aparmışdı. Xocalı işğalı zamanı şəhid olmuşdu. Burada bizim iki qəhrəmanımız var. Əlif Hacıyev, bir də Tofiq Hüseynov və ona görə B-ni götürürük. Bəzi şagirdlər Çingiz Mustafayevi götürüb. Xeyr, Çingiz Mustafayev Xocalıda baş vermiş hadisəni, oradakı şəhidləri lentə almış telejurnalistdir və bu həmən kadrları dünyaya da yaymaqda, dünyaya tanıtdırmaqda, soyqırımın tanıdılmasında böyük rol olub. Dolayısıyla orada o şəhid ola bilməz. Sonraki döyüşləri birində şəhid olub Çingiz Mustafayev, Xocalıda yox. Bunu da diqqət almaq lazımdır. Bariz İbrahimov sonraki dövrlərdə şəhidlərimizdən sayılır. Həzrət Aslanov ümumiyyətlə 2-ci Dünya müharibəsidir, Mehdi Hüseynzadə də. Gəlirik 4-cü sual. İntibah mədəniyyəti dövründə Azərbaycanda paytaxt şəhərə çevrilmişdi. Yəni 11-12-ci əsrdə biz bilirik ki, bu Naxçıvan şəhəridir. Çünki Qəzvin 16-cı əsrdə paytaxta çevrilib, Bərdə 5-ci əsrdə paytaxta çevrilib, İsfahan o da 16-cı əsrdə, düzdür, yəni onu biz kitabımızda yoxdur, amma Qəzvindən sonra İsfahan olduğuna görə ən azından 16-cı əsrdir bu da, Qəbələ də eradan əvvəl 4-cü əsrdir. Ona görə burada bir cavab doğrudur, o da Naxçıvana aid məsələdir. 5-ci suala gəlirik, Yusif Sacıoğlu'na aid deyil. Ərəb ordusuna qalib gələrək xilafətin varlığına son qoya bilməz. Qalib gəlib, bəli, amma varlığına son qoymayıb. Şirvanşahlar dövlətinə asılı hala salması, zaten cavab budur da. Mən bu sualı bir daha baxaq. Bəli, aid deyil, elə doğru cavab A-dır. Yəni, varlığına son qoymayıb, qalib gəlsə. Amma digər ifadələr Yusif Sacıoğlu'na aiddir. Bir daha xatırlayaq. Şirvanşahlar asılı hala salıb, Orta əsrlər dövründə hakimiyyətdə olub, Azərbaycanı birləşdirən ilk hökmdardır. Şimaldan gələn təhlükələri qarşı Dərbənd qalasını möhkəmləndirib. Bunlar aid olanlardır. 6-cı suala baxaq. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Yəni, biz burada uşaqlar nə etməliyik? Diqqətli olmalıyıq. Baxın, burada verilmiş 5 hadisənin içərisində əvvəl olanı seçmirik. Cümhuriyyət dövründə əvvəl olanı seçirik. Dolayısıyla burada elə hadisə ola bilər ki, Cümhuriyyətdən əvvəl olub. Və ona görə də onu çıxartmalıyıq birinci ortaya. Misal üçün, nədir bu? Soyqırım hadisəsi. Görürsünüz, Bakı və Şamaxıda. Soyqırım bilirsiniz ki, martda olub. Mart 1918. Dolayısıyla Cümhuriyyət dövrü deyil. Bunu çıxmalıyıq həmən. Yerdə qalan hadisələr hamısı Cümhuriyyət dövründə baş vermiş hadisələrdir. Və misal üçün, Osmanlı'dan müqavilə imzalamaq 18,
Ali təhsil, yəni Bakı Dövlət 19-cu il, Nazirlər Şurasının yaradılması 18, Qarabağ qiyamçıların darmadağın edilməsi, Əsgəran döyüşü 20-ci il. Ona görə də bunu çıxırıq, 19-u da çıxırıq, 18-ci ildə baş verən hadisələr arasında qalırıq. Baxın, burada 3 dənə 18-ci ildə baş verən hadisə var. Amma biz niyə bu birinci eyni çıxdıq buradan? Çünki soyqırımdan bəhs edir və Cumhuriyyət dövrü deyil. Onu götürmək olmaz. Cumhuriyyət dövründə daha əvvəl olan hansı olacaq bəhs? Osmanlı ilə sazişmi, yoxsa Nazirlər Şurasının yaradılması mı? Əlbəttə ki, Nazirlər Şurasının yaradılması. Çünki bizim kitabımızda deyir ki, İstiqlal bəyannaməsi qəbul ediləndən sonra Osmanlı dövləti ilə AXC hökuməti arasında saziş imzalandı. Əgər AXC hökuməti arasında saziş imzalanırsa, yəni demək ki, hökumət, o dövrdə hökumətdə Nazirlər Şurası adlanırdı. Nazirlər Şurası yaradılmalıdır və Fətəli xan Xoyski ilk hökumət başçısı seçilməlidir ki, Osmanlı ilə müqavilə imzalasın. Ona görə də cavab burada C-dir. C doğru cavabdır. Nazirlər Şurasının yaradılması. Davam edək. 7-ci suala baxaq. Verilmiş dövlətin heç birinə aid deyil. 20-ci əsrin 80-ci illəri və 90-cı illəri. 80-ci illər nə deməkdir uşaqlar? Bir daha burada qeyd eləmək istəyirəm. 1980-89 arasında olmalıdır. 90-cı illər 1990-1999-cu il arasında olmalıdır. Və baxırıq. Heç birinə aid olmamalıdır. Azərbaycanın SSR tərkibindən çıxması. Azərbaycan SSR-in tərkibindən çıxıb 91-ci ildə. Dolayısıyla bu olmaz. Yəni aiddir. Milli hərbçilərin hazırlanmasına diqqət yetirilməsi bu da aiddir. Çünki Sovet dövründə, Heydər Əliyevin dövründə, düzdür, biz onu bəzi şagirdlər bilir ki, o 70-ci illərdir. Cəmşid Naxçıvanski adına hərbi məktəbin liseyin açılması, amma ondan sonraki dövrdə də fəaliyyət göstərib və 90-cı illərdə də hərbçilərimizin hazırlanmasına hər halda diqqət yetirilib, çünki ordumuz yaradılıb. Ona görə də bu 80 və 90-cı illərə də aid etmək olar. Azərbaycan Respublikasının müstəqilliyin dünya dövlətləri tərəfindən tanınması, bəli, artıq 90-cı ildə bu tamamilə baş vermiş bir hadisədir. SSR-nin dağılmasında Azərbaycan xalqının böyük rolunun olması, bəli, 20 yanvar hadisəsini xatırlamamız kifayət edir. Burada doğru cavab Y-dir. Ermənistan ordusu Bakıda qanlı yanvarı törədə bilməz. Çünki Ermənistan ordusu yox, SSR ordusu törədib onu. Nə o dövrdə, yəni 1990-cı ildə nə Azərbaycan SSR-dir, nə də Ermənistan SSR-nin ordusu birincisi yox idi. İkincisi, bir daha deyirəm, bu Bakıda bu qırğını törədən elə xalqın öz ordusu hesab elədiyi Sovet ordusuydu. Yəni SSR ordusu. 8-ci sual xronologiyalıqdır. Deməli, Almaniyanın SSR üzərində hücuma keçməsi bu 1941-ci ildir. Sonra Polşa ərazisinin faşistlər tərəfindən işğal edilməsi. Polşa üzərinə 1939-da hücum edib almanlar və bununla da bilirsiniz ki, 2-ci Dünya müharibəsi başlayıb. İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb müharibə illərində, bunu da bilirsiniz. Çünki ilk Azərbaycanlıdır bu ada layiq görülən, 41-45 götürək. Faşistlərin İtaliyada hakimiyyətə gəlməsi də 39-dan əvvəldir. Niyə? Çünki ilk dəfə faşistlər İtaliyada hakimiyyətə gəlib, yəni 30-cu illər götürək. Ondan sonra Almaniyada hakimiyyətə gəlib, ondan sonra müharibə başlamalıdır. Yəni bu məntiqlə geçsək, ona görə də biz 4-dən başlamalıyıq. 4, 1, deməli 4 olmalıdır. 4, 1, daha doğrusu 4, 2, 1, 3. 4, 2, 1, 3. A cavabı doğru cavabdır. Gəlirik 9-cu suala. Naxçıvan Memarlıq Məktəbinin nümunəsidir. Yəni inşa edilib və Naxçıvan Memarlıq Məktəbinin əsasını bilirsiniz ki, Memar Əcəmi qoymuşdu. Ona görə də burada Memar Əcəminin inşa etdiyi hansıdır? Yusif bin Hüseyn türbəsi. Cavab D. 10-cu suala gəlirik. 2018-ci il noyabrında Azərbaycanda 100 illik yubileyi qeyd olunmuşdu. 100 il geri geçsək, bu il 1918-ci il və noyabr. Bu nə deməkdir? Bizim bayraq günümüz hal-hazırda da noyabrda qeyd edirik.
və bayrağımızın qəbul edilməsi, üç rəngli bayrağın qəbul edilməsi. Cavab C. 11-ci suala baxırıq. Səlcuq dövləti ilə Eldənizlər dövlətinə aid oxşarlıq. Azərbaycanın cənubunda yaranmaq. Səlcuq dövləti Azərbaycanda yaranmayıb. Harada yaranıb uşaqlar? Mərkəzi Asiyada. Eldənizlər də zaten şimalda yaranıb. Şirvanşahların hakimiyyəti altına salması, bəli, bax, budur doğru cavab. Hər ikisi Şirvanşahları hakimiyyət altına salıb. Hökümdarların şah titulu daşıması heç birinə aiddir. Deyil. Deməli, Azərbaycan torpağına vahid dövlət tərkibini birləşdirməyə bilməməsi. Diqqətli olmalıyıq. Hər ikisi birləşdirib. Əsasının Qıpçaq türkü. Bu ancaq Eldənizlərə aiddir. Səlcuq dövləti, Səlcuq özü Oğuz türküdür. 12-ci sual daha əvvəl olmuşdu. Rusiya ilə Qacar arasında müharibələrin başlanması 19-cu əsrin əvvəlləri, Əfşar imperiyasının süqudu 18-ci əsrin ortaları, Rusiya ilə Qarabağ xanları arasında danışıqların aparılması, yəni 1905 və sonra İrəvan xanlığının yaranması, bu 18-ci əsrin ortaları və Şəki xanlığının yaranması 18-ci əsrin ortaları. Deməli, birinci növbədə biz 19-cu əsrdə olanları çıxırıq, qalırıq 18-ci əsrdə olanlar arasında və biz burada bilirik ki, İrəvan xanlığının yaranması üçün Əfşar imperiyası süqut eləməlidir. Şəki xanlığının yaranması isə Əfşar imperiyası dövründə baş verib. İlk xanlığımızdır və yeganə xanlığımızdır ki, Nadir Şahın dövründə, yəni o ölməmiş, o imperiyası dağılmamış, yaranmış yeganə xanlığımızdır. İlk xanlığımız olduğunu da bilirik. Deməli, burada cavab əvvəl olan hadisə Y-dir. 13-cü suala baxırıq. Qarabağ xanlığına aid deyil. Qarabağ xanlığına aid deyil. Cavanşir tayfası tərəfindən idarə edilirdi. 50-ci illərdə siyasi mərkəzi Şahbulaq qalası olmuşdu. Bəli, burada problem yoxdur. Çünki bilinməliyik ki, 1752-dən sonra Şuşa şəhər olub. 52-dən sonra. 52-yə qədər bəs hara olub? Əlbəttə ki, Şahbulaq qalası olub. Yəni 50-ci illərdə Şahbulaq da olar, Şuşa qalası da olar demək olar. Çünki burada 50-ci illər yazır. 50-ci illər nə deməkdir? Bir daha izah edirəm. 1750-dən 59-a qədər. Birinci Rus-Qacar müharibəsi ərəfəsində Rus işğalına məruz qalması, bəli. Biz bilməliyik ki, Qarabağ xanlığının işğalı Rus-Qacar müharibəsi başlayandan sonra olub. Kitabımızda qeyd edildiyi kimi və çünki birinci Rus-Qacar müharibəsindən əvvəl, yəni ərəfəsində Gəncə xanlığı işğal olunur. İlk xanlığımızdır ki, Ruslar tərəfindən işğal olunur. Sonra zaten Qacarlar müharibəyə başlayırlar və müharibə başlayandan sonra deməli Qarabağ xanlığı kürəkçə müqaviləsi imzalayır Ruslardan və Rusların hakimiyyəti altına düşür. Ona görə də bu aid deyil. Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı və kürəkçə müqaviləsini imzalamışdı. 14-cü suala baxırıq. 9-cu yüzillik və 20-ci yüzillik 9 və 20-ci yüzillik Rum rəqəmlərini bilməyənlər öyrənsin. Azərbaycanın şimal torpaqlarının tarixi üçün xarakterikdir. Şimal torpaqlar olmalıdır. Çar Rusiyasının hakimiyyətinə son qoyulması 19-cu əsrdə Çar Rusiyası yoxdur. Rusiya qarşı mübarizə o da ona görə yoxdur. Rusiya hələ yoxdur. Ruslar olsa da Rusiya dövləti yoxdur hələ. Yəni Çar Rusiyası yoxdur. O mənada dövlətçilik ənənələrimizin bərpa edilməsi deməli dövlətçilik ənənələrimizin bərpa edilməsi. Bəli, 9-cu əsrdə şimalda Şirvanşahlar, 20-ci əsrdə AXC-nin yaranması ilə şimal torpaqlarımızda dövlətçilik bərpa edildi. Təbriz zaten cənubdur, olmaz. Mövcud dövlətlərimiz süqut etdi. 9-cu əsrdə dövlətimiz süqut etməyib, tam tərsinə dövlətlərimiz yaranıb. 15-ci sual Şəki xanlığına aid deyil. Səfəvilər dövlətini məğlub etməsi aid deyil. Borçalını yad ellərdən əlindən ala bilməsi, bəli, adıb. Şəki xanlığı deməli Nadir Şah öləndən sonra Hacı Çələbi birləşdirmə siyasəti yürüdür və Gürcüləri qarşı mübarizə aparır. İkinci İraklini məğlub edir və Borçalını geri qaytarır. Deməli. Sonra Gürcü qoşunlarını ona görə də məğlub edib.
aiddir. İrəvan xanlığı ilə həmsərhəd olması ola bilməz. Arada Gəncə xanlığı var. Deməli bu aid deyil. Şamaxı xanlığı ilə də həmsərhəd olub. 1 ilə 4, yəni D cavabı doğru cavabdır. Bunlar aid deyil. 16-cı sual. Yenə 80-90-cı illərə aid olmayan hadisə istəyir. SSR-nin zəifləyərək dağılmağa başlaması 90-cı illərdir. 80-90-cı illərdir zaten. Azərbaycanda Milli Azadlıq Hərəkatının davam etməsi 80-90-cı illərdir. Azərbaycan Respublikası Azərbaycanın Azərbaycan Respublikası adlanmağa başlanması 90-cı illərdir. Heydər Əliyevin Sovet Azərbaycana rəhbərlik etməyə başlaması. Bəli, burada budur cavab. Niyə? Çünki bu hadisə nə vaxt olub? 69-cu ildə Heydər Əliyev Sovet Azərbaycana rəhbərlik etməyə başlayıb. Xocalı faciəsi də 92-ci ildir. Bu da aiddir. Aid olmayan D-dir. Çünki 60-cı illərdə rəhbərlik etməyə başlayıb. Gəldik. 2-ci Dünya müharibəsi illərində baş vermişdi. Yəni 1939-45-ci illər arasında baş vermiş hadisəni tapmalıyıq. Əhmədiyyə Cəbrayılov Yuqoslaviyada yox, Fransada qəhrəmanlıq göstərib. Həz Aslanov tank qoşunlarının komandiri olaraq Sovet İttifaqı qəhrəman adına layiq görülməsi. Bəli, doğru cavab budur. Mikhailo Fransada yox, Yuqoslaviyada fəaliyyət göstərib, yerləri səhv qoyulub. Uzaq sahillərdə filmi müharibədən sonra çəkilib. Bakıda faşist ordusunun yanacaq, faşist ordusunun yox, Sovet ordusunun əsas yanacaq bazasına çevrilmişdir. Gəldik 18-ci suala. Xalq Cümhuriyyəti ilə Azərbaycan Respublikasına aid oxşarlıq seçmə sualıdır. Deməli, üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilməsi oxşarlıqdır. Sovet Rusiyasının hücumuna məruz qalmaq Cümhuriyyətdə var. Birində var, birində yox. Heydər Əliyevin rəhbər olması Azərbaycan Respublikasında var, birində var, birində yox. Osmanlı ilə müttəfiq birində var, birində yox. Ermənilərin torpaq iddialarına qarşı mübarizə aparmaq. Uşaqlar, ermənilər hər zaman hər üç dövlətimizə qarşı 20-ci əsrdə olan üç respublikamızın üçünə də qarşı iddiaları olub, torpaq iddiaları olub. Bugün də torpaq iddiaları davam etməkdədir və ermənilər hələ də Azərbaycana olan iddialarından, ərazi iddialarından əl çəkməyiblər. Bunu da unutmayın. 19-cu sual uyğunluq pozulmuşdu. Azərbaycanda Sovet hakimiyyəti qurucularından da Heydər Əliyev. Bəli, elə doğru cavab budur. Çünki Azərbaycanda Sovet hökuməti 1920-ci ildə qurulub, Heydər Əliyev isə hakimiyyətə 1969-cu ildə gəlib. Arada görürsünüz nə qədər fərq var. Digər hadisələr olmuş hadisələrdir. Düzgün hadisələrdir. 20-ci suala gəlirik. Verilmiş hadisələrdən heç birinə aid olmayan, heç bir dövlətə aid olmayan ifadəni tapmalıyıq. Şirvanşahlar, Sacıoğullar, Eldənclər. Qızılbaş türkləri tərəfindən yaradılması elə doğru cavab budur. Çünki Qızılbaş türkləri tərəfindən iki dövlət var kitabımızda olan. Biri Səfəvilər, o birisi isə Əfşarlardır. Əfşarlar. Digərlərinə də baxaq. Paytaxtda Ərdəbil şəhəri olması bu Sacıoğullara aiddir. İlk dəfə Azərbaycanı birləşdirmək Sacıoğluna aiddir. Araz çayından şimalda yaranmaq Şirvanşahlar və Eldənclərə aiddir. Cənub sərhədləri İran körfəzinə qədər olması da Eldənclərə aiddir. 21-ci suala baxırıq. Orta əsrlər dövründə daha əvvəl baş vermiş hadisə müəyyən edin. Deməli, orta əsrdə deyirsə, biz Makedoniya İskəndərin şərqə yürüşünü həmən çıxmalıyıq. Çünki bu qədim dövrdə baş verib. Qədim dövr, eradan əvvəl 4-cü əsr. Bunu biz çıxmalıyıq. Burada orta əsrdə baş vermiş əvvəl hadisəni istəyir. Digər hadisələrə baxaq. Bərdə şəhərini ruslar işğal edib 10-cu əsr. Marağa şəhəri paytaxt olub 9-cu əsr Sacılərin. Albaniya varlığına son qoyulub 8-ci əsr. Ərəb-Xəzər müharibələr başlayıb 7-ci əsr. Deməli, burada orta əsrdə əvvəl olan hadisə 7. Gəldik açıq suallarımıza. 22-ci sual. Deməli, 19-cu yüzilliyə aid olanlar. İrəvanda Sərdar Sarayı inşa edilib 18-ci əsr. Çar Rusiyası yaranıb, ən azından 18-ci əsrdə 1-ci Pyotrda biz Çar Rusiyasını görürük. Dolayısıyla 19-cu əsrdə yarana bilməsi. Nə vaxt yarandığı o qədər də önəmli deyil. Yəni, burada məntiqdən istifadə edirik. 19-dan əvvəlki 18-ci əsrdə Çar Rusiyasını görürsənsə, deməli 19-cu əsrdə yarana bilməz. Şimali Azərbaycanda müstəmləkə rejiminin yaradılması, bəli, cavabın biri budur. Gülüstan müqaviləsi imzalanandan sonra yaradılıb. Gülüstan müqaviləsinin özü müstəmləkə rejimi dövrü deyil.
müqavilə imzalanmasından sonra yaradılır müstəmləkə rejimi. Diqqətli olaq. Qarabağ ərazisində yaşayan ermənilərə muxtariyyətin verilməsi bu 20-ci əsrdir. Sovet hakimiyyət dövründə bu da olmaz və ilk kütləvi kitabxanaların açılması bəli 19-cu əsrin ikinci yarısında bilirsiniz ki, bir sıra yeniliklər baş verir mədəniyyət sahəsində. İlk kütləvi kitabxanadır, milli teatrdır, milli mətbuatdır və yeni tipli məktəblərin açılmasıdır. Diqqətli olmaq lazımdır. Bunlar hamısı 19-cu əsrin ikinci yarısında yaranıb. Yəni sadaladıqlarım. 23-cü sual, Səfəvilər dövləti Ağqoyunlu dövlətindən fərqli olaraq Osmanlı dövlətinə qarşı mübarizə aparmışdı. Hər ikisi aparmışdı. Azərbaycanın cənub torpaqlarında yaranmışdı. Hər ikisi yaranmışdı. 16-cı əsrdə yaranmışdı, bəli. Çünki Ağqoyun 15-ci əsrdə yaranıb. Bütün Azərbaycanı birləşdirib əlbəttə. Ağqoyunlar bütün Azərbaycanı birləşdirməyib, böyük bir hissəsini birləşdirib. Çar Rusiyası ilə müharibə aparmışdı. Bəli, Səfəvilər 18-ci əsrdə Ağqoyunlardan fərqli olaraq Çar Rusiyası ilə mübarizə aparıb. Cavab 3, 4, 5 olur. Gəldi 24-cü sual, xəritə sualı. Burada 19-cu əsrdə baş vermiş hadisə, ilk xanlığımızın işğal edilən, Rusiya tərəfindən işğal edilən ilk xanlığımızın ərazisini istəyir. Yəni Gəncənin ərazisini istəyir. Gəncə uşaqlar 2-dir. Bax, bu ərazi Gəncədir. Gəncə. Bu ərazi, burada bax, bu ərazi Şəkidir. 3 ilə göstərilən ərazi Şamaxıdır. 4 ilə göstərilən ərazi Lənkərandır. Təkrar üçün eləyirəm bunu. Təbii ki, bu Bakıdır, bunu hamı bilir. Bu Dərbənd xanlığıdır. Burada qalan bu hissə Qubadır. Quba. Bir böyük xanlıqlardan biridir. Görürsünüz Qarabağ. 5 Naxçıvandır. Göyçə göl ətrafında görürsünüz bu İrəvandır. Bu məsəl üçün Təbrizdir. Burada olan bax bu hissə Urmiyadır. Bu Makudur, bu balaca olan. Maku ilə Urmiya arasında bu Xoydur. Burada Marağa var. Sonra burada Ərdəbil var. Bu Sərabdır. Bu Qaradağ xanlığıdır, Cənub xanlıqları. Burada da balaca bir Cavad xanlığı var. Və burada 3 dənə sultanlıq var. Qazax, Borçalı, Şəmşəddil. İlisu sultanlığı buradadır. Carbalakən buradadır. Baxın, görürsünüz, qısa müddət ərzində bütün xanlıqlarda olan, xəritəsində olan bütün dövlətləri mən sizə xırda dövlətləri dedim. Bunları da ciddi şəkildə əzbərləmək lazımdır. Gəldik 25-ci suala, uyğunluq sualı. Deməli, Azərbaycan Respublikası prezidentləri Heydər Əliyev və İlham Əliyev, biz burada prezidentə fikir verməliyik. Çünki Heydər Əliyev Azərbaycan SSR-nin də rəhbəri olub. Kəlbəcərin erməni işğalına məruz qalması olmaz. Çünki bu hadisə 1993-cü ildir, düzdür. Amma Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl olub. Zaten ondan sonra hakimiyyət böhranı yaranır, sonra Gəncə qiyamı baş verir və Əbülfəz Əliyev Heydər Əliyevi dəvət edir Naxçıvandan Bakıya. Dünya Azərbaycanlıların birinci qurultayı bəli Heydər Əliyevə aiddir. Nizami Gəncəvinin 880 illik yubileyi niyə aiddir? Çünki 2001-ci ildir. Nizami Gəncəvinin 880 illik yubileyi 2021-ci il olduğuna görə bu da İlham Əliyevə aiddir. Naxçıvanskada hərbi liseyi götürə bilmək, çünki bu Sovet dövrüdür. Heydər Əliyevə aid olsa da təbii ki, burada prezident istəyir. Xocalı soyqırımının keçirilməsi də ona görə aid deyil ki, 1992-ci ildir. Nə Heydər Əliyevə, nə də İlham Əliyevə aid deyil. Çünki Heydər Əliyev 93-dən sonra prezident olub. 93-cü ildə. Beləliklə, burada doğru cavab nə olur? 1 olur B, 2 olur C. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. İnşallah, deməli, bazar günü imtahana girirsiniz. Hilal kurslarının sınavına hər birinizə uğurlar arzu edirəm. Və bugün də paylaşdığım sınaq 39 biraz qeyri-adi sınaqdır. O sınaqda bal yığmaq önəmli deyil. Orada önəmli olan 40 sual vermişəm. Sualların hamısı açıq suallardır. Dövlətlər, şəxsiyyətlərə və şəhərlərə aid ifadələrdir. Hansı ifadələrin doğru, hansı ifadələrin yanlış olduğunu təsbit eləmək lazımdır. Və bilgimizi möhkəmləndirməliyik, məlumatımızı dərinləşdirməliyik ki, bazar günkü sınaqda da yaxşı nəticələr göstərək. Bir daha hər birinizə uğurlar arzu edirəm. Növbəti dərslərdə görüşənə qədər sağ olun, salamat qalın.